Salam dəyərli müəllimlər. Bugün müəllimlərin işə qəbuluna hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə sizə yeni bir video təqdim edirik. Videolarımızın tez-tez və davamının gəlməyini istəyirsinizsə kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bizimlə hazırlaşmaq istəyən müəllimlər sentyabr qruplarına qeydiyyatdan keçə bilərlər. Bunun üçün ekranda göstərilən nömrənin WhatsApp-na yaza bilərsiniz. Həm dərs, həm də sınaq qruplarına qeydiyyatdan keçə bilərsiniz. Qeyd edeyim ki, müəllimlərin işə qəbuluna illərdir müəllim hazırlaşdırırıq və kifayət qədər yüksək nəticələrimiz var. Həm 95, həm 96,5, ən yüksək 96,5-dir və 90-lar, 80+ nəticələrimiz kifayət qədər çoxdur. Eyni zamanda sertifikasiya imtahanında 60 baldan 60 bal toplayan müəllimimiz, daha sonra 59-lar, 58-lər, yəni kifayət qədər yüksək nəticələrimiz var. Bunun üçün siz bizi sosial şəbəkələrdən izləyə bilərsiniz. Yəni Instagram, Facebook və digər sosial şəbəkələrdə biz həmin nəticələri paylaşmışıq. Sosial şəbəkələr daxil olmaqla həmin nəticələrlə tanış ola bilərsiniz. Bugün müəllimlərin işə qəbulu üçün yeni model suallara baxacağıq. Hansı ki, bu suallar artıq müəllimlərin işə qəbulu müsabiqəsində, yəni test mərhələsində istifadə olunur. Bu sualları sayta yığmışam. Çox mükəmməl bir saytdır və biz sınaq imtahanlarını adətən bu sayt vasitəsilə həyata keçiririk. Eyni zamanda müəllimlərin işə qəbuluna uyğun olan əlavə bir sayt da var. O sayt üzərindən də sınaqlar həyata keçiririk. Qaydalarla tanış olduqdan sonra indi imtahan haqqında hissəsi olur. Həmin hissəni əlavə etməmişəm, çünki 5 sualdan ibarət test tapşırıqlarıdır. İndi imtahanın başla düyməsinə vururuq. Və ekranda vaxt geriyə saymağa başlayır. Fikir verdinizsə, ekranda vaxt geriyə saymağa başladı və bitir düyməsi var. Hansı ki, bu müəllimlərin işə qəbulu müsabiqəsində də belədir. Çalışmışıq ki, atmosfer baxımından, yəni imtahan aurası baxımından həmin imtahan modelinə uyğun şəkildə imtahanlarımızı təşkil edək. Yəni, sınaq imtahanlarımıza qoşulduqda formada test tapşırıqlarını yerinə yetirəcəksiniz. Həm dərs qruplarına, həm də sınaq qruplarında biz sayt üzərindən sınaqları təqdim edirik. Eyni zamanda burada bir düymə var. Bu düymənin üzərinə vurmaqla imtahan tənzimləmələri bölməsidir. Yəni, suallar tək-tək göstərilsin və ya ardıcıl göstərilsin. Ardıcıl göstərilməsin nəyə görə? Müəllimlərin işə qəbulu müsabiqəsində suallar tək-tək göstərilir və növbəti düyməsinə vurmaqla həmin suallara keçirsiniz. Ona görə başlayırıq suallara. Burada suallara bax düyməsinə vura və eyni zamanda birinci sualın üzərinə vurmaqla suallarla tanış ola bilərsiniz. 1-ə vurdum. İndi başlayaq sualların izahına. Görək birinci sualda bizdən nə istəyir? Vurğusu ikinci hecəyə düşən sürüdür sözü ilə bağlı səhv fikri müəyyənləşdirin. Baxırıq. Demək, sürüdür sözündə vurğu ikinci saytın üzərinə düşməlidir. Sözün kökü sürmək feilidir. Sürmək feilinə sürü ismi əmələ gəldi. Nəyə görə isimdir? Çünki dür şəxs xəbərli şəkilçisidir. Bilirik ki, şəxs xəbərli şəkilçiləri vurğu qəbul etmir və vurğunu özündən əvvəlki saytın üzərinə göndərir. Demək ki, bu söz sürüdür, yəni qoyun sürüsü, sürü anlamını ifadə edən isimdir, toplu isimdir. Dür də şəxs xəbərli şəkilçisidir. Bu sözü digər mənada necə düşünə bilərdik? Sürüdür yazaq. Sözün kökü sürmək feilidir. Sürmək feilinə sürmək feili və sürütmək feili. Yəni, ikinci mənada bu cür düşünə bilərik. Burada vurğu artıq düşür ürün üzərinə. Ür də qrammatik şəkilçi olur. Və burada bizə şərtdə ikinci hecəyə düşsün dediyinə görə ünün üzərinə salırıq. Yəni, isim kimi bu sözü düşünürük. İsim. Sürüdür, yəni qoyun sürüsü bu anlamda. Toplu isimdirmi? Bəli, toplu isimdir, doğrudur. Toplu isimdir. Çünki sürü sözü topluluq bildirir. Düzdürmü? Demək ki, bu şərtə uyğundur. 2. Konkret isimdir. Bəli, konkret isimdir. Yəni sürü sözünü, yəni sürünü biz gözlə görə bilirik. Konkret anlayışdır. Həm leksik, həm də qrammatik mənası var. Doğrudur, müstəqil mənalı söz olduğu üçün, yəni isim olduğu üçün həm leksik, yəni sözün ifadə etdiyi məna, həm də qrammatik, yəni isim, adlı halda olması, toplu isim olması, bu da onun qrammatik mənasıdır. Demək, bu da doğrudur. Səhv fikri axtarırıq. İsmin adlı halındadır. Sürüdür sözündə hər hansı bir şəkilçi yoxdur. Yəni, sözün kökü sürdü, sürdən sürü əmələ gəldi və heç bir hal şəkilçisi qəbul etməyib, birbaşa xəbərli şəkilçisi var üzərində.
başlanğıc formanın. Heç bir hal şəkilçisi olmadığına görə demək ki, ismin adlı halındadır. Bu fikir də doğrudur. Həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər deyir. Bu fikir yanlışdır. İstər sürüdür ismi olsun, istərsə də sürüdür formasında olsun. Hər ikisi düzəltmədir. Baxın, leksik şəkilçisi var, həmçinin bunda da leksik şəkilçisi var. Leksik şəkilçisi varsa demək ki, düzəltmə sözdür. Sadə söz kimi düşünülə bilmir. Bu fikir yanlışdır. Doğru cavab E variantıdır. Həm də həm sadə, həm də düzəltmə isim kimi düşünülmür. Variantımızı seçdik. Keçək növbəti suala. Qrammatik mənasına görə əşya bildirən eyni köklü sözləri müəyyənləşdirin. Qrammatik mənasına görə əşya bildirən eyni köklü dediyinə görə, yəni isim olmalıdır eyni köklü sözlərimiz. Yəni sözün kökü isim olmalıdır, yox ha. Qrammatik mənasına görə, yəni başlanğıc forması isim olan eyni köklü sözləri axtarmalıyıq. Gəlin A variantına baxaq. Yar sözündən yara ismi əmələ gəlibdir. Yəni sözün kökü yarmaqdır. Bir şeyi yarırsa, məsələn, əlimizi yarırıq və yara əmələ gəlir. Nəyə görə əlimizi yarırdıq, onu da bilmirəm. Əlimizi yarırıq və yara əmələ gəldi. Daha sonra yarmaq feilindən yenə yarıq ismi əmələ gəldi. Yar feilindən bilirik ki, yar sözü iki cür düşünülür. Yar sözü bir, yarmaq sözüdür. Yəni yarmaq feili. Digər mənada isə yar sevgili canan anlayışını ifadə edən isimdir. İndi burada yarğan sözü, yəni suyun axaraq yarğanı əmələ gətirməsi yar ismindən necə əmələ gələ bilər ki? Demək ki, yarmaq feilindən əmələ gəlibdir. Sözün kökü yarmaq feilidir. Eyni köklü sözlərin əsas qaydaları necə idi? Eyni köklü sözlər kökləri eyni mənanı verən düzəltmə sözlərdən ibarət olmalı idi. Yəni birinci şərtə uyğun olaraq. İkinci şərt bu idi ki, köklər eyni mənanı verməlidir. Üçüncü şərt köklər eyni nitq hissəsi olmalıdır. Hər birinin kökü feildir. Düzdürmü? Bunun da kökü feildir. İndi bu kökləri feil görüb bu variantdan yayına bilərsiniz. Digər variantları oxuyub digər variantlarda cavabı axtarmağa çalışa bilərsiniz. Amma deyir ki, qrammatik mənasına görə əşya bildirsin. Yəni başlanğıc forması əşya bildirsin, yəni isim olsun və eyni köklü söz. İndi baxırıq. Burada fikir versəz köklər feildir. Hər birinin tərkibində eyni köklü sözün şərtinə uyğun olaraq leksik şəkilçisi var, yəni söz düzəltmədir. Və yara başlanğıc forma isimdir, yarıq başlanğıc forma isimdir, yarğan başlanğıc forma isimdir. İsim, isim, isim. Yəni qrammatik mənasına görə əşya bildirən eyni köklü sözdür. Doğru cavab A variantıdır. Gəlin B variantına baxaq. Ev ismindən evdəki sifəti yaranıb. Dakı dəki bilirsiniz ki, sifət yaradan leksik şəkilçisidir. Da-ki formasında parçalanmır, həmişə birlikdə götürülür. Ev sözün köküdür, li leksikdir. Ev sözün köküdür, dar da leksik şəkilçisidir. Bu sözlərin başlanğıc forması sifətdir. Baxın, evdəki sifətdir, düzdürmü? Təbii ki, sözün kökü isimdir. Amma burada başlanğıc formaya fikir vermək lazımdır. Köklər isimdir, aydın məsələdir. Amma başlanğıc formaları sifət olduğuna görə B variantını da götürmürük. Evli sifət, evdar sifət, yəni sifətdir. Qrammatik mənasına görə əlamət bildirən eyni köklü sözlərdir. Gülçü sözü, gül sözündən gülçü sözü yaranıbdır, isimdir. Bu sözü güldan, yəni imtahan həyəcanından güldan kimi görənlər olubdur. Güldan. Güldan sözü gül sözündən güldan ismi yaranır, amma burada güldəndir. Yəni dən qrammatik şəkilçisidir. Bilirsiniz ki, eyni köklü sözlər yalnız düzəltmə sözlərdən ibarət olmalıdır. Yəni sadə söz varsa o söz eyni köklü ola bilməz. Təbii ki, gül sözündən gülüstan sözü yaranır. Gülüstan sözü gülsü sözü ilə eyni köklüdür. Amma güldən sözü həmin sözlərlə eyni köklü olmadığına görə, sadə söz olduğuna görə C variantı doğru cavab ola bilməz. Düz sözündən düzlük sözü, düz sözündən düzgün sözü, düz sözü var. Yalnız kökdən ibarətdir. Demək ki, bu variantı da çıxıram, çünki sadə sözdür. Bilirsiniz ki, sadə sözlər ya yalnız kökdən ibarət olur, ya kök qrammatik və ya kök qrammatik şəkilçilərdən ibarət olmuş olur. Eyni zamanda burada düzlük sözündən düzgün sözləri də bir-birindən eyni köklü olmur. Nəyə görə? Gün şəkilçisi feili artırılır. Düzlük sözü, məsələn, gözəllik, gözəllik.
Gözəl sifətinə artırıldı. Demək ki, lik şəkilçisi sifəti artırılır, sözün kökü sifətdir. Fikir sözündən fikirli sözü, fikir sözündən fikirdən sözü qrammatik şəkilçisi demək ki, eyni köklü söz deyil. Fikirsiz sözü. Fikirli və fikirsiz sözləri bir-birindən eyni köklüdür. Eyni zamanda bu sözlər qrammatik mənasına görə sifətdirlər. Ona görə eyni köklü söz, yəni bu şərtə uyğun gəlmədiyinə görə bu variantı da götürmürük. Baxırıq 3-cü suala. Gəlin baxaq. Səpir ətrafına göz yaşlarımı sevgili yar, gör könül qanı ilə gözdə neçə dür yaranır. Şeir parçasında başlanğıc forması amonim olan sözlərin sayını müəyyən edin. Burada yaş sözü amonimdir, lar qrammatikdir, qrammatikdir, ıda qrammatikdir. Sözün başlanğıc forması yaş hissəsidir. Var insanın yaşı, yəni keçdiyi yaş mərhələləri. Bir də yaş quru, yəni onun əksi olan yaş. Demək ki, yaş sözü amonim kimi düşünüldü. Yar sözü, yar sevgili canan anlamında, eyni zamanda yarmaq feili. Daha sonra qan sözü, qan sözün kökü də ı mənsubiyyət şəkilçisidir, könülün qanı. Demək ki, mənsubiyyətdir. Başlanğıc forma qan hissəsidir. Var dilimizdə qan ismi, yəni ki, damarlarda axan qan, bir də var ki, qanmaq feili. Demək, 3 söz, başlanğıc formada verilmiş 3 söz amonimdir. Doğru cavab A variantıdır. Deyə bilərsiniz ki, müəllim, gör sözü də amonim kimi işlənir və yaxud da burada ilə də amonim kimi işlənir. Bunlar köməkçi nitq hissələridir. Köməkçi nitq hissələri ümumiyyətlə tərkibinə görə təhlil edilmir və onların başlanğıc forması anlayışı yoxdur. Yəni söz yaradıcılığında ümumiyyətlə iştirak etmir. Ola bilər ki, dür sözünü və yaxud səpir sözlərini də götürmək istəyirsiniz. Ümumiyyətlə mənə görə bu test tapşırığı düzgün bir test tapşırığı deyil. Amma müəllimlər işə qəbulu müsabiqəsində 2022-ci ildə bu tipli test tapşırığı istifadə olunmuşdu. Yəni mənə görə bu test tapşırığı o qədər də tam dolğun tərtib olunmayıb və yaxud da ibtidai sinif müəllimlərinə veriləcək bir sual deyil. Ona görə yəni 3 variantı 3 götürmüşdülər. Yəni biz də 3 forma 3 götürürük. 4-cü suala baxaq. Kökü sifətlə amonim olan sözün işləndiyi cümləni göstərin. Demək, kökü sifətlə amonim olmalıdır. Yəni kökü sifət olmamalıdır ha. Kökü sifətlə amonim olmalıdır. A variantına baxırıq. Yad sözü. Yad sözü burada yadlaşdırmışdı. Yad burada sifət kimi işlənibdir. Sifət. Müəllim, bu variantı götürürmü? Xeyr, götürmürsən. Nəyə görə götürmürsən? Çünki kökü sifətlə amonim olsun deyir. Demir ki, kökü sifət olsun. Kökü sifətlə amonim olan variant. Baxın, bu tipli test tapşırığı müəllimlərin işə qəbulu müsabiqəsində düşmüşdü. Yəni bu tipdə idi test tapşırığı. Bəs yaxşı, yad sifəti hansı sözlə amonimdir? Təbii ki, yad ismi ilə. Demək ki, bu söz sifətlə yox, isimlə amonimdir. Kök sifətdir, amma isimlə amonimdir. Bizə lazımdır ki, kök sifətlə amonim olsun. Ona görə A variantını çıxıram. Sonra baxırıq, məsələn, D variantına. Kökəldiyini hiss edirdi. Kök sözün köküdür, düzdürmü? Əl leksik şəkilçi. Al, əl nəyə artırılır? Təbii ki, adlara artırılır. Yəni, sifətlərə qoşulur. Burada da sözün kökü sifətdir. Kök sifətdir. Və kök sifəti kök ismi ilə, yəni tərəvəz anlayışını ifadə edən isimlə amonimdir. Bizə lazımdır kökü sifətlə amonim olsun. Kök sifət olmasın, kökü sifətlə amonim olsun. Ona görə D variantında çıxırıq. Onun əhvalı körpəsini görüncə düzəldi. Düz sözündən düzəlmək sözü yarandı. Düz sözü hansı nitq hissəsidir? Düz sözü burada sifətdir. Sifət. Hardan bilirəm? Al, əl şəkilçisi sifətə qoşulur. Sifətdir. Bəs yaxşı, bu kök sifətdirsə, demək kökü sifətlə amonim olmayacaq da. Bəs yaxşı, düz sözü hansı nitq hissələri ilə amonim ola bilər? İsimlə, zərflə, ədatla, ondan sonra feillə. Bax, bu nitq hissələri ilə amonim ola bilər, amma sifətlə amonim olmur. Sözün özü sifətdirsə, demək ki, digər nitq hissələri ilə amonim olacaq. Daha sonra baxırıq, C variantı bir qədər maraqlı variantdır. Buruqda işləyənlərdən biri bizim qonşudur. Buruqda isimdir burada, düzdürmü? İsim. Və bunun sifəti, bunun amonimi nə olar? Təbii ki, buruq saç, sifət.
Yəni amonimi sifət ola bilər. Yəni götürüb bu variantı seçə bilərsiniz, amma yenə də yanlışlıq eləyə bilərsiniz. Nəyə görə? Çünki kökü sifətlə amonim olsun deyir. Bu sözün kökü nədir? Bur. Buruq sözü, bəli, buruq sözü burada isimdir və sifətlə amonim ola bilər. Amma kök burdur. Bur əgər desəydi ki, sifətlə amonim olan sözü göstərin, yəni bu hissəyə əsasən test tapşırığı verilsəydi, gəlin fərqləndirək həmin hissəni, bu hissəyə əsasən verilsəydi, onda mən bu variantı götürə bilərdim. Amma kökü sifətlə amonim olsun dediyinə görə sözün kökü bur sözüdür. Bur sözü də sifətlə amonim olmur. Ona görə C variantında çıxırıq. Cəmil də gündən-günə yaşlanırdı. Yaş sözün köküdür. Bilirik ki, yaş sözü iki cür düşünülə bilər. İnsanın yaşı bu anlamda isimdir. Digər mənası isə yaş quru bu anlamda sifətdir. İndi yaşlanmaq necə ola bilər? Təbii ki, yaş ismindən əmələ gələr də. Düzdürmü? İnsanın yaşının mərhələləri bu anlamda. Demək ki, sözün kökü isimdir və onun amonimi nə olacaq? Təbii ki, yaş sifəti. Doğru cavab B variantıdır. Razıyam, bir qədər çətindir test tapşırığı, amma müəllimlər işə qəbul müsabiqəsində 2022-ci ildə bu tipdə test tapşırığı olmuşdu. Ona görə çalışdım ki, bu tipli test tapşırığına da toxunum ki, yəni bunu da bilmiş olasınız. Keçək 5 nömrəli test tapşırığına. 5-ci sual. Hansı cümlədə sifət işlənmişdir? Gəlin baxaq. Sifət işlənsindir, düzümü? Burada sizin diqqətinizi gümüş sözü, daha sonra saxsı sözü, torpaq sözü çəkə bilər. Yadınızda qalsın ki, bu sözlər isimlərdir və bu isimlər rahatlıqla sifətləşə bilir. İki isim yanaşı gəlibsə, gümüş, kəmər ismi, torpaq və yol ismi, saxsı və qab ismi. Yəni, iki isim yanaşı gələndə birinci isim asanlıqla sifətləşə bilir. Həmin sözlərimiz hansılardır? Gümüş, torpaq, saxsı, çit, bez, dəmir, taxta və s. bu tipli sözlərimizdir ki, bunlar rahatlıqla sifətləşə bilirlər. Bəs yaxşı, biz bunları hardan bilək ki, bunlar ümumiyyətlə necə sualına cavab verir də? Gümüş kəmər, necə kəmər, torpaq yolu, necə yol, saxsı qab, necə qab və söz birləşməsi daxilində sual verəndə necə nəcür, hansı sualına cavab verə bilərlər. Amma ismin sifətləşməsi onun sifət olması demək deyil. Necə ki, sifət isimləşəndə biz deyirdik ki, sifət isimləşsə də sifət olaraq qalır. Eyni ilə isim də sifətləşsə də isim olaraq qalır. Yəni, nitq hissəsi kimi isim olaraq qalır. Təbii ki, bu sözlərə kənarda sual verməlisiniz. Gümüş, nə? Torpaq, nə? Saxsı, nə? Yəni, ismi sualına cavab verir. Deyək ki, bu sualı verə bilmirsiniz. Yəni, dil duyumu zəif olanlar, deyək ki, hələ də kənara çıxardığında gümüş necə, torpaq necə deyir. Onda sizin burada köməyinizə dan üstü 2 qaydası gələcək. Dan artıra bildiyiniz isimdir, artıra bilmədiyiniz sifətdir. Gümüşdən kəmər olarmı? Bəli, gümüşdən hazırlanan kəmər olar. Demək ki, burada sifət işlənməyibdir. Yəni, gümüş sözünü, digər sözlər aydın məsələdir, sifət deyil, amma gümüş sözü sizi çaşdıra bilərdi. Ona görə o sözlərə toxunuram. Torpaqdan yol olar. Demək ki, burada isimdir. Saxsıdan qab isimdir və digər sözlərimiz təbii ki, sifət deyirlər. Sifət işlənən variant lazımdır. Və biz burada baxırıq gülən sözünə. Gülən sözünü test tapmaq olar. Nəyə görə? Gülən, gülməyən. İnkarda işlətdim. Sifət inkarda işlənərmi? İşlənməz. Demək ki, burada feili sifətdir. Feili sifət də birbaşa feildir. Yəni, onu biz sifət kimi düşünmürük. Sifətin xüsusiyyətləri olsa da feili sifət feildir. Yəni, birbaşa feildir. Gülən, gülməyən. Yəni, inkarda işlədə bildiyimə görə demək ki, burada da feili sifətdir. Sifət işlənməyibdir. Digər sözlərdə isə təbii ki, sifət yoxdur. Ağla sözündən qan şəkilçisi, yəni ağlamaq feilindən ağlağan sifəti yaranıbdır. Qan şəkilçisi bilirsiniz ki, feildən sifət düzəldən leksik şəkilçisidir. Və bu sözdə ağlağan körpə, necə körpə sifətin sualına cavab verir. Hansı körpə? Ağlağan körpə. Yəni sifətin sualına cavab verir. Demək ki, burada sifət vardır. Doğru cavab D variantıdır. Küsəyən, güləyən tipli sözlər, küsəyən, güləyən. Deyək ki, qarşınıza bu tipli sözlər çıxdı. Bunları düşünmədən rahatlıqla sifət götürə bilərsiniz. Küsmək feilindən küsəyən sifəti, gülmək feilindən güləyən sifəti. Yəni, küs
müəyyən deyə bilmərik axı. İnkarda işlətməyə çalışın, deyək ki, fe'l sifət kimi düşünsəz, inkarda işlətməyə çalışın, küs müəyyən, gül müəyyən deyə bilmirik ki, demək ki, sifətlərdir. Bax, bu da belə. Artıq imtahan yekunlaşıbdır. Mən variantları işarə eləmədiyimə görə nəticəm 0 gəldi. Yəni, işarə eləsəm, əslində doğru gəlməli idi. İndi imtahanı mən bir neçə dəfə işləməyə aktiv qoymuşam. Normalda isə təbii ki, bir dəfə işləməyə icazə veririk. Gəlin göstərək necə işləyirsiniz. Baxın, birinci suala vurduq. Düzdürmü? Birinci sualda E variantı idi. Növbəti düyməsinə vurduqda ikincidə A idi. 3-də 3-ü də elə. 4-də B variantı. 5-də isə D variantı idi. Deyək ki, bütün testləri işlədiniz, bitirdiniz və ən sonda bilirsiniz hara? Burada pəncərə işarəsi var. Baxın, həmin hissəyə vuranda cavab kağızına baxırsınız. Görürsünüz ki, bütün variantlar işlənibdir. Və bitir düyməsinə gəlirsiniz. İmtahanı bitirməzdən əvvəl cavab kartına nəzər yetirməyiniz məsləhətdir. İmtahanı bitirmək istədiyinizə əminsinizmi? Cavab kartına bax düyməsinə vuranda görürsünüz ki, yəni burada işləmədiyiniz sual boz rəngdə, işlədiyiniz sual isə bu formada görsənəcək. Amma deyək ki, işləməyibsizsə, o zaman boz rəngdə görsənmiş olacaq. İmtahana qayıdaq. Və bitir düyməsinə vururam. Budur. Bir sual 2 balla qiymətləndirilir. Düzgün cavab 5-dir, yanlış cavab. Gəlin həmin hissəni göstərək. Düzgün cavab 5-dir, yanlış cavab 0-dır, cavabsız sual isə 0-dır. Baxın, düzgün cavablar yaşıl, yanlış cavablar narıncı, düzgün cavablar isə boz rəngdə görsənir. İmtahanı başlama vaxtı verilib, imtahanı neçə dəqiqə bitirməyimiz verilib, imtahanın ümumi vaxtı verilib, nəticəmiz, məsələn, deyək ki, 100 baldan, indi bura bir 0-da özüm əlavə edeyim, deyək ki, 100 baldan neçə bal toplayacaqsınızsa, o burada görsənəcək. Və eyni zamanda həmin nəticəni faiz üzrə göstərmiş olursunuz. Burada da istəsəniz nəticənizi gizlədə bilərsiniz, yəni ictimai düyməsini gizliyə vura bilərsiniz. Yox, nəticənizi ad soyadlı formada görmək istəyirsinizsə, burada linki kopyala düyməsinə vurmaqla öz WhatsApp hesabınıza göndərə və oradan da linkə yenidən daxil olanda görəcəksiniz artıq ad soyad atadır və eyni zamanda nəticə hissəsi gəlmiş oldu. Yəni, kifayət qədər mükəmməl saytdır. Ən sonda isə burada cavablara bax düyməsinə vura bilərsiniz. Həm düzgün cavablara, həm cavablandırmadığınız suallara, həm də yanlış cavablandırdığınız suallara buradan baxa bilərsiniz. Sonda isə imtahanı qiymətləndirə bilərsiniz. Bax, bu formada və imtahan haqqında düşüncələrinizi də rəy hissəsində qeyd edə bilərsiniz. Baxın, burada rəy hissəsi var. İmtahan haqqında düşüncələriniz. Bunun üstünə vurmaqla siz öz fikirlərinizi ora qeyd edə bilərsiniz. Kifayət qədər mükəmməl saytdır və biz bütün sınaq imtahanlarını bu sayt vasitəsilə eyni zamanda bizdə bir sayt da var. Həmin sayt üzərindən də imtahanları təşkil edirik və son olaraq bir elanı diqqətinizə çatdırım. Əgər siz bizim sınaqlar qrupuna, eyni zamanda dərs qrupuna qoşulmaq istəyirsinizsə, ekranda göstərilən nömrənin WhatsApp hesabına yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla həm dərs, həm də sınaqlar qrupları haqqında ətraflı məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Və əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə müəllimlərin işə qəbuluna, yəni MİQ-ə hazırlaşanlara dəstək məqsədi ilə müxtəlif video materiallar yerləşdiriləndə dərhal xəbərdar olasınız.